Doktor, bizə dedilər ki, bütün körpələr 3 ayından etibarən masaj olunmalıdırlar. Bu nə dərəcədə düzgündür? Əslində bu tamamilə yanlış bir ifadədir. Mütləq masaj olunmalıdır deyə bir qayda yoxdur və kimsə uşağına masaj eləmirsə, uşaqda nəsə ona görə olacaq deyə bir anlayış da yoxdur. Ümumiyyətlə ciddi bir patologiyalar olmalıdır ki, xüsusən də bizim nevroloq kolleqalarımız bunu yaxşı bilirlər ki, beyində qüsur ola bilər, ya başqa bir ciddi qüsurlar ola bilər ki, ətrafa, yəni ayaqlara, əllərə müəyyən dərəcədə qüsur verəcək bir hallar olur və o hallarda onlar yönəldirlər masaja. Amma normal sağlam doğulmuş uşaqlarda, heç bir problemi olmayan uşaqlarda, normal inkişaf edən uşaqlarda, xüsusən də ilk 3 ayda biraz tonusun olması, bu tamamilə normal bir haldır. Ona görə zaten biz valideynlərə deyirik ki, çalışın ki öz övladınızı soyunduranda, geyindirəndə, altını dəyişdirəndə müəyyən dərəcədə hərəkətlər edin, gimnastikalar edin. Bu sizə fayda göstərəcək. Amma mütləq masaj olunmalıdır. Masaj olunmasa vaxtında oturmayacaq, vaxtında gəzməyəcək, aktivliyi olmayacaq, uşaq belini tuta bilməyəcək, boynunu tuta bilməyəcək kimi qayda təbii ki yoxdur. Çünki Allah bizi elə yaradıb ki, fiziologiyamız elədir ki, hər bir şeyin öz vaxtı var. Yəni 3 ayda boynunu tutacaqsa, yazılırsa, bu 3 ay olmaya bilər, biraz uzun dönəm çəkə bilər. 6 ayında dəstəksiz oturmalıdırsa, bu 6 ay olmaya bilər, biraz uzun çəkə bilər. 8 ay dəstəksiz oturmalıdırsa, eyni qaydada bu. 1 yaşında ortalama gəzməlidirsə, bəzi uşaqlar daha tez gəzir, bəzi uşaqlar biraz gec gəzə bilər. Yəni altından xətt çəkərək bunu bildirirəm. Əgər ki, övladınızda ciddi patologiya yoxdursa, masaj olunması deyə qayda yoxdur. Və ümumiyyətlə masaj əsas növ müalicə üsulu deyil. Yalnız həkimin yazdığı müalicəyə ya keçdikləri ümumi bir prosedurlara dəstəkçi vasitədir.